Salam, hər vaxtınız xeyir. Bugün biz kimyəvi tənliklər üzrə hesablamalar bölməsinin izahına baxaq. Birinci sualda alüminium oksigenlə reaksiyasından oksigenin əmsalını müəyyən etməyimizi istəyir. Biz bilirik ki, belə olanda sağı sola bərabərləşdirməliyik. Sağda alüminiumunuz 3'dür. Hər zaman yadda saxlayın ki, çox azın qarşısına gətirib yazmalısınız. 3 dəfə 2, 6. Burada da oksigeni 6 eləmək üçün alüminium oksidinin qarşısına 2 yazırıq. Bu zaman oksigen düzəlir. Alüminium isə 2 vur 2, 4. Alüminium əmsalı isə 4 olur. Oksigen əmsalı soruşduğuna görə bizdə cavab Y variantı 3'dür. İkinci sualda da deməli xlor 3, hidrogen 2'dir. Burada biz onda H xlora ortaq bölünən götürürük 6. Hidrogen 6 olduğuna görə H2'ye 3 düşür. Xlor 6 olduğuna görə alüminium xlor 3'e də 2 düşür. Deməli alüminium isə 2. H xlorun əmsalını soruşduğu üçün doğru variant B variantıdır. Üçüncü sualda deməli yenə sağı sola bərabər eləməliyik. Solda 26 dənə oksigenimiz var. Demək sağda da 26 oksigen olmalıdır. 26 oksigendən 2 vur 8, yəni 16'sı buradadır. Yerdə qaldı 10 dənə. 10 dənə oksigenin indeksi 1'dir. Deməli biz Y-ə elə 10 verməliyik. Y 10'dursa, demək gətirib burada Y-ə də 10 veririk. Karbona baxırıq 8. Mən X-ə 4 verməliyəm ki, əmsalı, yəni 2'yə vuranda 8 olsun. Deməli X-iniz 4, Y-iniz isə 10'dur. B variantıdır. Dördüncü sualın izahına baxaq. Burada yenə oksigenə baxırıq. Oksigen solda 10'dur. 5 dəfə 2, 10. Sağda 4. 6'da sudadır, 10'dur. Deməli birləşməmizdə oksigen yoxdur. Oksigen olan variantları dərhal silirik. Azota baxıram 4. Deməli X-in içərisində azot var və əmsal da 4'dür. Deməli mən X-in içərisində bir dənə azot yazmalıyam ki, əmsala vuranda bərabər olsun 4'ə. Ona görə B-ni də sildim. Hidrogen sağda 2 vur 6, 12, 4'ə böləndə 3. Deməli bizim X maddəmiz NH3 imiş. D variantıdır. 5-ci sualda ondandır. 6-cı sualda 7-ci suala baxaq. Kalsiumun kükürtlə deməli 5'in 4'ə kütlə nisbətində birləşdirilir. 16 qram kükürt neçə qram kalsiumla birləşir? Baxaq görək. Deməli kalsiumun kükürtlə nisbəti 5'in 4'ədir. Yəni 5 qram kalsium 4 qram kükürt birləşdirir. Bəs 16 qram kükürdə nə qədərdir? 16 qrama isə X olacaqdır. X də bərabərdir 4 dəfə çox 20 qram. Tənasibi həll eləsəniz 16 ilə 4 ixtisar gedir, 4 qalır. 5'ə vuranda 20. Doğru variant B variantıdır. 8-ci sual təkrardır. 9-cu sualda eyni suallarda olduğu kimidir. 10-cu sualda 11-ci suala baxırıq. 8 qram hidrogen, oksigen 4 qram hidrogenlə qarşılıqlı təsirdən neçə qram su alınır? Biz öncə gəlin suyun formulunu yazaq. 2 qram hidrogen 16 qram oksigenlə birləşdikdə 18 qram su alınır. İndi 8 qram oksigenə baxıram. 16'ya 2'dirsə 8'ə də 1 qramdır. Deməli onda buradan 9 qram su alınır. Deməli 4 qram hidrogendən biri artıq gedir, 3'ü artıq qalır. Bizə suyun alınmasını soruşursa 8, 1, cəmi 9. Doğru variant C variantıdır. 12-ci sual. 16 qram kükürt tam yandıqda neçə qram SO2 alınır? SO2'nin ilk öncə MR-ini tapaq. 32 üstə gəl 2 vur 16 bərabərdir 64. 64 qram SO2 alarkən 32 qram kükürt sərf edirik. Buradan yazıram. 32 qram kükürtdən 64 qram SO2-dirsə 16 qram kükürdə X olacaqdır. X də bərabərdir 2 dəfə az. Deməli 32 qram. Doğru variant C variantıdır. 13-cü sualda
Deməli 36 qram su almaq üçün neçə qram hidrogen lazımdır? Elə baxaq, 1 mol suyumuz 18 qramdır. Əmsala vururuq, elə 36 qram eləyir. 36 qram suda biz 4 qram hidrogen işlətmiş oluruq. Doğru variant A variantıdır. 14-cü sualın izahına baxaq. Demək, 16 qram filizin tam yanmasından 12,8 qram SO2 alınır. Filizdə kükürdün kütlə payını hesablayın. Gəlin birinci SO2-də nə qədər kükürt işlədirik ona baxaq. SO2 bərabərdir 32 üstəgəl 2 vur 16 bərabərdir 64. 64 qram SO2 alarkən deməli biz 32 qram kükürt işlədirik. Bəs 12,8 qrama X. X də bərabərdir. İxtisar aparsaq 0,2. 0,2-ni də 32-yə vuranda 6,4. Deməli bizim 16 qram filizimizin içərisində 6,4 qram kükürt var imiş. Onda yazarıq ki 16 qram filizimiz 100%-dirsə içərisində 6,4 qram kükürt X. O da olacaq 40%. Doğru variant Y variantıdır. Daha sonra 15-ci sualın izahına baxaq. On beşinci sualda kalsiyum xloriddir. Vur N sayda H2O kristal hidratdır. Çünki bu qızdırıldıqda kütlə deyir 21,6 qram azalır. Azalma hər zaman yadınızda saxlayın ki, suya görə gedir. Bu zaman kalsiyum xlorid üstəgəl N sayda H2O alınır. Ümumi kütləmiz 43,8 qramdır. Azalma suya getdiyinə görə 21,6 qram azalma baş verir və bu zaman 43,8-dən 21,6-nı çıxanda biz susuz duzun kütləsini tapmış oluruq. O da 22,2 qramdır. Buradan belə çıxır ki 22,2 qram quru duz əgər 21,6 qram su birləşdirirsə, bizim normal malyar kütləmiz 111 qramdır. 111 qrama X olacaq. Vergülləri atırıq. X bərabərdir 111 vur 216 böl 222. İxtisar gedir, məxrəcdə 2 qalır. 216-nı 2-yə böləndə 108. Bunu da mola çevirmək üçün 18-ə, yəni suyun malyarına bölürsünüz. Cavab eləyir 6. Doğru variant B variantıdır. Daha sonra deməli 16-cı sualda 8 qram kalsium artıqlaması ilə götürülmüş kükürtlər reaksiyasında neçə qram kalsium sulfid alınır? İlk öncə gəlin reaksiyanı yazaq. 16-cı sualın reaksiyasını. Burada 1-1-ə gedir. Kalsium üstəgəl S alınır. Kalsium S. Yadda saxlayın ki, kükürt metallarla ekvivalentli birləşir. Baxıram 40 qrama 32 qram kalsium gedir və nəticədə alınır 72 qram. 72 qram sulfid alınanda deməli 8 qram kalsium artıqlaması götürmüş kükürtlər neçə qram? 40 qram işlədirik kalsiumu. Bəs 8 qrama nə qədərdir? X-dir. O da 2 dəfə çox, 10 dəfə az olduqda 14,4 qram. Doğru variant Y variantıdır. Daha sonra 17-ci suala baxaq. 17-ci sualda qapalı qabda eyni kütləli ilk öncə reaksiyamızı yazaq. Alüminium üstəgəl O2 alınır. Alüminium 2O3. Əmsallaşdırsaq, yəni çox azın qarşısına yazırsınız. 3, alüminium elədi 4. Bərabər kütlə dediyinə görə reagentlərimizin kütləsini bərabər götürürük. Alüminium oksidin kütləsi 104-dür. Burada da 2 mol olduğuna görə 2-yə vururuq. 204 qram oksid alınır. 204 qram alındığına görə deməli biz əmsallarımız olduğu kimi qalır. İndi gəlin 204 qram alüminium oksid almaq üçün neçə qram alüminium? 4 vur 27 qram alüminium sərf eləyirik. Bu eləyir 108 qram. 108 qram. 3 molda oksigen, 3 vur 32,
Bu da eləyir 96 qram. Biz bərabər kütlədə olduğuna görə, eyni kütləyə çatdırdığımız üçün şərtdə dediyini, onda hər tərəfi 108-ə bərabər eləyirik. Baxın, burada 108-dən 108 gedir, qalır 0 qram. 108-dən 96 qram gedir, qalır 12 qram. Deməli, 12 qram bizdə oksigenden artıq qalır. Doğru variant A variantıdır. 18-ci sualda eyni tiplidir. 19-cu suala baxaq. 19-cu sualın izahını buradan verirəm. 19-cu sualda sinkin kükürtlə reaksiyasını yazırıq. Yəni, sink kükürtlə alınır sink S. 65 qrama ilk öncə bildiklərinizi yazırsınız. 32'dir. Toplayanda 97 qram sink S alınır. Baxın, indi bizdə də verilibdir. Burada 15 qram sink verilibdir. 6,4 qram kükürt verilibdir. Baxın, 65'ə 32-dirsə 6,4'ə x olacaq. X də bərabərdir 13. 15'dən 13 getdi. 2 qram sinkdən artıq qalacaq. 2 qram sinkdən artıq qalan variantları saxlayırıq. Daha sonra burada tənasübün bu hissəsinə baxırıq. 32'yə 97-dirsə 6,4'ə y. Bu da eləyir 97'ni 2'yə vuranda deməli 194 tam olduğuna görə 19,4'də sink S alınır. Doğru variant elə B variantıdır. Daha sonra növbəti sualımıza baxaq. 20-ci sualda, 21-ci sualda eyni bu sualların oxşarıdır. Özünüz yazarsınız. 22-ci suala baxırsınız. 22-ci sualda hər hansı bir X üzvü maddəsidir. Bu yandıqda 8,8 qram karbon qazı alınıbdır və üzvü maddəmiz ümumilikdə 4 qramdır. 4 qram üzvü maddə yandıqda 8,8 qram karbon alınır. 8,8 qram karbon x qram karbon deməkdir. İçərisində bilmirik. Amma belə yazaq. 8,8'ə x-dir karbonumuz. Amma 44 qram almaq üçün gəlin malyarını tapaq. 12 qram üstə gəl 32 qram bərabərdir 44. 44 qram karbon qazı alarkən biz 12 qram karbon işlətmişik. 44'ə 12-dirsə 8,8'ə x-dir. O da 2 dəfə çox 24. Vergülü də gətirin qoyun 2,4. Deməli sizin 4 qramlıq üzvü maddənizdən 2,4 qram demək nə çıxdı? Karbon çıxdı. Deməli onda 4'ünüz üzvü maddəniz 100%dirsə ümumi kütləsi, onun içərisində olan karbon 2,4 x faizdir. O da yəqin ki 60% eləyər. Doğru variant C variantıdır. C variantıdır. Daha sonra 23'də digər 21, 22-ci sualların 21'in suallarının təkrarıdır. 24-cü suala baxaq. 24-cü sualda deməli ekvivalentli metalın oksidi, ekvivalentli metal oksidi, metal O yazırıq. Üzərinə H2O gəlirik. Bu zaman metal hidroksidi alınır. Birləşmə reaksiyasıdır. Baxın, metal oksidi 1,4 qramdır. Bu su ilə birləşdikdən sonra 1,85 qram. Deməli, burada artıma görə eləyirik. Demək, 0,45 qram artım baş verdi. Deməli, bizim bu qədər oksidimiz, 1,4 qram oksidimiz 0,5 qram su birləşdiribdir. Biz də baxırıq ki, normal reaksiyamızda 18 qram su işlədirik. 18 qrama da x olsun. X də bərabərdir. 1,4 vur 18 böl. Deməli 0,45. Buradan vergüllərdən azad elək. 14 vur 18 böl 4,5. 18 ilə 4,5 ixtisar aparanda 4 qalır. 4'ü də 14'ə vuranda 56 eləyər yəqin ki. Doğru variant. Bizdən yenidən metalı müəyyən edin. Biz oksidin
kütləsini tapdıq. Metal oksidi 56 qramdır. Tənliyə gətirirsiniz. Metal üstə gəl bir dənə oksidiniz 16, oksigeniniz 16 bərabərdir 56. Metal bərabərdir 56 çıx 16. Metalınız 40-a bərabərdir. Doğru cavabınız yəqin ki kalsium olacaqdır. Y variantı. Daha sonra 25-ci suala baxaq. 25-ci sualda yəni sağı sola bərabərləşdirməkdir. Deməli, burada əmsallar 1-dir, yadınızda qalsın, yazılmır birlər. Deməli, x 2-dirsə, m-i demək biz 2 götürmüşük. Burada dərhal 2 yazırıq. Y 2-dirsə, çünki bu 2 hər iki atoma aiddir. Deməli, n-i də 2 götürmüşük. İndi bizim solumuzda burada hal-hazırda 4 dənə x var. Demək, biz x-i elə yazaq ki, əmsala gətirib vuranda 4 olsun. Deməli, biz 2x götürməliyik. Z-imiz 2-dir solda. Deməli, gətirib bu əmsala böləndə, deməli, z-ə də 1 düşür. Deməli, sizin t-nizin formulu x2 zd y variantıdır. 26-cı suala baxırsınız. 26-cı sualda deməli alüminium 4-dür. Burada da 4-dür. Deməli birləşmədə alüminium yoxdur. Hidrogen 3, 4-ə də vururuq. Burada 12 dənə hidrogen, 12 dənə də oksigen var. Baxıram. Deməli hidrogenimiz solda 2 vur 2 24'dür. 24'dən 12'si alüminium hidroksidin tərkibindədir. Deməli yerdə qaldı 12. Mən x-in içərisində elə sayda hidrogen götürməliyim ki 3'ə vuranda 12 eləsin. Deməli hidrogen burada 4'dür. Daha sonra hidrogenləri qutardıq. Keçirəm karbona. Karbon 3'dür. Gətirib 3'ə bölürsünüz 1. Deməli sizin X maddəniz CH4'üymüş. CH4'ü də yandırdıqda karbon qazı su alınır. Hidrogen 4 olduğuna görə C'yə 2 verəcəksiniz. 2 olan variantları saxlayırsınız. Karbon 1'dir. Deməli B'yə 1 verirsiniz. Artıq bizim bu variantlarımız qaldı. Oksigen bir dəfə 2, 2, 2 dənə də suda 4, A'ya da 2 verirsiniz ki, bu indeksə vuranda 4 olsun. Deməli, doğru variant D variantıdır. 27-ci suala baxaq. Bunlar biraz ümumi bölməyə aiddir. 2 vur 4, 8. Hidrogen 8-dən 4'ü məlumdur. 4'ü naməlumdur. Deməli, 4 dənə buradadır. 2 dənə karbon var. Baxıram, əmsal 1 isə, deməli, karbonun indeksi 2 olubdur. Deməli, sizin maddəniz C2H4'üymüş. Hidrogen 4'dürsə suya 2 verməlisiniz. C'niz 2'dir. 2 olan variantları saxlayırsınız. Karbon 2'dirsə B'yə 2 verirsiniz. 2 ilə davam eləyirik. Bunu götürməmişik. Doğru variant Y variantı çıxır. Oksigenlərə də baxaq. 2 dəfə 2 A4. 2 dənə də burada 6. Deməli biz bura 6 yazmağımız üçün A'ya 3 verməliyik. Y variantıdır. Daha sonra 28-ci suala baxaq. Kristal hidrata aiddir. Natrium yodid yazıram. Natrium yod vur N sayda H2O. Parçalananda bu qədər su ayrılmışdı. Bu zaman quru duz qalır, natrium yod. Üstə gəl N sayda H2O. Deməli, ümumi kütləniz 18,6 qramdır. Suyunuz isə 3,6 qramdır. 3,6 qramdırsa, biz 18,6-dan 3,6-na çıxanda 15 qram quru duz qalır. 15 qram quru duz 3,6 qram su saxlayırsa, 150 qrama X olacaqdır. Çünki molyar kütləmiz 150-dir və 1 mol duz götürmüşük. O da eləyir 36 qram. 36'nı da 18'ə bölürük. Suyun mol sayı çıxır 2 mol. Doğru variant D variantıdır. 29-cu suala baxaq. Elə reaksiyanın üzərində izah eləyirəm. Əmsallaşıb hazırdır. Bizdə reagentlərimizin hər birinin kütləsi M-dir. Demək, bərabər kütləyə baxıram. Heç biri sıfıra düşməyibdir.
4 dənə alüminiumunuz 4-ü 27-yə vursanız 100